Salam uşaqlar. Bugün dərsliyimizin 132, 136, 142 və 143-cü səhifələrini yerinə yetirəcəyik. Azərbaycan dili fənni ilə başlayaq. Birinci sualımız. Gülər riyaziyyat dərsində iştirak etdi. 3 nöqtə verib bizə burada. Cümləsində hansı söz buraxılıb? Gülər riyaziyyat dərsində hündür iştirak etdi. Gülər riyaziyyat dərsində fəal iştirak etdi. Gülər riyaziyyat dərsində ucadan iştirak etdi. Gülər riyaziyyat dərsində qaça-qaça iştirak etdi. İndi uşaqlar, sizcə bura hansı söz artırmaq olur? Fəal. Gülər riyaziyyat dərsində fəal iştirak etdi. İkinci. Hansı söz yazıldığı kimi oxunmur? Elə burada cavab A bəndidir uşaqlar. Zəif yazırıq. Amma oxunuşu zəif olur. İlan yazıldığı kimi oxunur, qartal yazıldığı kimi oxunur, əhali sözü də yazıldığı kimi oxunur. Yəni yazılışla deyilişində fərq yoxdur. Amma zəif sözünün yazılışı ilə deyilişində fərq var. Üçüncü sualımız. İndiki zamanda baş verib hərəkət bildirən söz olan hissələri çıxarsaq, şəklin forması necə dəyişər? Deməli, indiki zaman hərəkət bildirən sözlər. Yəni, indiki zamanda olan feilləri silməliyik. İndiki zaman şəkilçisi nədir? Ir, ir, ur, ür. 4 cür yazılan qrammatik şəkilçi. Yazır, oxuyur, sürünür, dərir. Bunları çıxartdıq. Yuxarıda qaldı 2 dənə, ortada 1 dənə, 3-cü sırada isə 1-ci və 3-cü qaldı. İndi bu hansı bəndədir uşaqlar? B bəndində. B bəndini götürdük. 4-cü sualımız. Hansı sözdə ahəng qanunu pozulmayıb? Ahəng qanunu yadımıza salaq. Sözdəki qalın və incə saitlərin bir-birini izləməsi qanununa ahəng qanunu deyilir. Yəni, sözdə ya hamısı qalın olmalıdır, ya da hamısı incə. İşıq sözündə i incədir, i qalındır. Burada ahəng qanunu pozulub. Xatirə sözündə a qalın, i incə, ə incə. Burada da pozulub. Həm qalın, həm incə var. Gilas sözündə i incədir, a qalındır. Burada da ahəng qanunu pozulub. Cavab B bəndi. I incə, ə incə. 5-ci sualımız. Hansı sözlərdə səs artımı var? Səs artımı. Və bayaqları söz yazdıq. Zəif yazırıq, amma zəif deyirik. Yəni, deyəndə səs artır. Y hərfi artırılır. Doğma sözü deyil, necə var, elə də qalır. Dovşan sözündə V hətta düşür, burada səs düşümü var. Saat sözündə, səadət sözündə səs düşümü var. Burada A-lar və ə. Deməli, saatda A bir dənədir, səadətdə ə gedir, səadət deyirik. Müəllim sözündə də həmçinin səs düşümü var, müəllim deyirik. Cavab 5-ci sualda C bəndidir. Dairə yazırıq, dairə deyirik. Nailə yazırıq, nailə deyirik. Deməli, burada hər ikisində Y səsi artır və buna da deyirik səs artımı. Əgər səs düşürsə, buna deyirik səs düşümü. 6-cı sualımız. Hansı bənddə söz düzgün yazılıb? Kompot. Elə birbaşa düzgün variantını yazdım. Düzgün variantımız elə olmalıdır. Kompot. Düzgün yazılış budur. Burada T səhvdir. Burada O olmalıdır. Bu T olmalıdır. Bu M olmalıdır. Bu da T olmalıdır. Düzgün yazılış C bəndində verilib. 7-ci sualımız. Cədvəldəki hansı söz yanlış işarələnmişdir? Yanlış. Misal, ad bildirir. Doğru. Dadlı, necə? Dadlı. Əlamət bildirir. Doğru. Mavi, necə? Mavi. Əlamət bildirir. Amma burada adı götürüb. Yanlış. Divan, nə? Divan. Ad bildirir. Doğru. Deməli, sualları verdik və nitq hissələrini tapdıq.
Mavi əslində əlamət bildirir, yəni sifətdir, amma bizə isim verib. Yanlış C bəndidir. 8-ci sualımız. Məktəblərdəki sözündə çoxluq bildirən hissəcik çıxarılsa, sözün yeni forması necə olar? Çoxluq bildirən hissəcik hansıdır uşaqlar? Yəni çoxluq bildirən şəkilçi. Lar, lər. Məktəblərdəki sözündə ləri silək. Nə əmələ gəlir? Məktəbdəki. Məktəbdəki. O da var. C bəndində. 9-cu sualımız. Qutuda gizlənmiş sözü tapın. Qutumuz. Həmişə kiçik hərflə yazılır. Deməli, ümumi isimdir. Həmişə kiçik hərflə yazılırsa, ümumi isimdir. Ad bildirən sözdür. Elə bu ümumi isim olmaq elə isim deməkdir. Cansız varlığın adını bildirir. Nə sualına cavab verir? Ördək canlıdır. Aslan canlıdır. Arif canlıdır. Qələm cansız varlıqdır. Nə sualına cavab verir? Və ümumi isimdir. Hər zaman kiçik hərflə yazılır. Cümlənin əvvəlində işlənərsə ancaq böyüklə yazılır. O da cümlə böyük hərflə yazıldığı üçün. 10-cu sualımız. Hansı şəklin adını sətirdən sətirə keçirmək olmaz? Xoruz. Xoruz. Bunu sətirdən sətirə keçirə bilirik. Balıq. Balığı necə keçirdirik? Balıq. Dəvə. Keçirdə bilirik. Dəvə. Fikir verin, ayırdığımız hecaların heç birində tək sait yoxdur. İndi bunu yazaq. İnək. Bax, burada hecada tək sait qaldı və söz 2 hecalıdır. Və biz nə demişik? 1 hecalı sözlər və ilk hecası saitdən ibarət olan 2 hecalı sözləri sətirdən sətirə keçirmək olmur. C variantını götürdük. Riyaziyyat ilə davam edirik. Burada ilk öncə deyim ki, həm mötərizə verib uşaqlar, həm toplama çıxma, həm vurma bölmə. Ümumiyyətlə bir şeyi yadda saxlayaq. Əgər misalda mötərizə varsa, birinci mötərizə yerinə yetirilir. Sonra vurma, bölmə yerinə yetirilir. Ondan sonra toplama, çıxma yerinə yetirilir. Yəni, ardıcıllığımız budur. Amma bunların misalda ancaq toplama çıxmadırsa, birinci hansı gəlir onu edirik. Misalda vurma bölmədirsə, birinci hansı gəlir onu edirik. Amma mötərizə hər zaman bizim öncəliyimizdir. Başlayaq misalları həll etməyə. 10 üstəgəl 14, 24 onu yazıb. 19 üstəgəl 6 eləyir 25. 16-dan 12 çıxanda 4. 20-nin üstünə 11, 31. 6-ın üstünə 4, 10. 10 böl 2, 5. Baxın, bölmə var, toplama var. Amma toplama mötərizənin içində olduğu üçün birinci mötərizəni elədik. 92-nin üstünə 8, 100. 100 böl 2, yəni 100-ün yarısı eləyir 50. 22 üstəgəl 36 eləyir 58. 58-in yarısı. Uşaqlar, 58-in yarısı. 50-nin yarısı 25. 8-in yarısı 4. 25 o da 4. Elədi 29. 22 ilə 18 eləyir 40. 40-ın yarısı 20. 10-un üstünə 8, 18. 18 böl 9, 2. 36 üstəgəl 4, 40. 40 böl 4, 10. 1-in üstünə 8, 9. 9 böl 3, 3. 15 üstəgəl 5, 20. 20 böl 5, 4. Növbəti. 12-nin üstünə 23 gəlirik. Eləyir 35. 11-in üstünə 43 gəlirik. Eləyir 54. 28-in üstünə 3 gəlirik. 31. 81-in üstünə 4 gəlirik. 85. 2-nin üstünə 8. 10. 10 böl 2, 5. 0-ın üstünə 10. 10. 10 böl 2, 5. 15-in üstünə 3. 18. 18 böl 2, 9. 1-in üstünə 3. 4. 4 böl 2, 2. 9-un üstünə 0. 9. 9 böl 3 eləyir 3.
1'in üstünə 4, 5, 5 böl 5 eləyir 1. Ədədi ədədin özünə böləndə 1 eləyir. 0-dan 22-ni toplayanda eləyir 22, 22-nin yarısı eləyir 11, yəni 22 böl 2. 40-dan 9 eləyir 49, 49-u 7-yə bölürük, eləyir 7. Misallarımızı həll elədik. İndi bunları nə edirik? Aşağıda cavablarını tapırıq. 24 cavabı. 25 4 31 35 54 yenə 31 85 birinci sütun qutardı. İkinci sütun 5 50 29 20 5 yenə 5 9 2 ikinci sütun qutardı. Üçüncü sütunda 2 10 3 4 3 1 11 7. Hamısı rəngləndiğine göre deməli bütün misallar düzgün yerinə yetirilib. Həyat bilgisi ilə davam edirik uşaqlar. Birinci sualımız. Keramik əşyanı seçin. Deməli uşaqlar, A-da plastik verilib, butulkamız plastikdir. C-də ütü verilib, ütüdə həm plastik var, həm dəmir var, aşağı altı dəmir olur. Şunuru da ki, o da plastikdən ibarət olur, rezindən də aşağı, rezindən. Deməli, ütüdə həm rezin var, həm plastik, həm dəmir. Fincan şüşədən də ibarət ola bilər. Amma burada əsas keramikanı güldən götürürük. Çünki uşaqlar, keramika gildən hazırlanan və bişirilərək əldə olunan məmulatdır. Burada da B bəndini götürürük. İkinci sual. Üzərində yaşadığımız yer hansı formadadır? Dairə, kvadrat, kürə, üçbucaq. Kürə formasındadır. C bəndini götürdük. Üçüncü sual. Piyadalar hansı yolla hərəkət etməlidir? Səki ilə, maşın yolu ilə, qatar yolu ilə, hasarların üstü ilə. Hasarların üstü ilə mümkün deyil. Maşın yolu ilə təhlükədir, qatar yolu ilə təhlükəlidir. Deməli, piyada hara ilə hərəkət etməlidir? Səki ilə. Canlıların yaşaması üçün vacib olan təbii amillər hansı bənddə verilib? Vacib olan təbii amillər. Hava, su, torpaq, günəş. Bax, bütün canlıların yaşaması üçün vacib olan amillər budur. Hava, su, torpaq və günəş. O da var A bəndində. Beşinci sual. Hansı məlumat yanlışdır? Elektrik yuvasına əşya daxil etmək olmaz. Əgər o elektriklə işləyirsə, niyə daxil eləməyim? Elektrik yuvasına əşya daxil etmək olmaz. Elektriklə işləyirsə, onun taxma yerini taxırıq. Amma digər əşyaları daxil etmək olmaz. Həli. Hamamda elektrik avadanlığından istifadə etmək olmaz qəti şəkildə. Yəni, hamamda həm su var, həm tok və bizim həyatımız üçün təhlükədir. Qəti. Yaş 50 elektrik avadanlıqlarına toxunmaq olmaz. Düz deyir. Avadanlıqların elektriki keçirən hissəsi plastikdən hazırlanır. Xeyr. Avadanlıqların elektriki keçirən hissəsi bayaq ütüdə də dedik. Rezin materialından istifadə edilir orada. Rezindən hazırlanır ki, rezin tok keçirtməsin. 6-cı sualımız. Hansı təhlükə yarada bilən avadanlıq deyil?
Qaz sobası qaz açıq qalsa partlaya bilər. Ütü əlimizi yandıra bilər. Toster yanğın baş verdirə bilər. Əgər çörək içində qalarsa, təsəvvür ki, çörəyi qoydunuz içinə və yaddan çıxdı qaldı. O da yanğına səbəb ola bilər. Təhlükəsi olmayan rəssam alətləridir. Fırça və palitra. 7-ci sual. Süni işıq mənbəyini seçin. Süni işıq mənbəyi. Şimşək təbiidir, günəş təbiidir, işıq saçan balıq təbiidir. Velosipetin işığı isə sünidir. 8-ci sual. Su havaya hansı formada qalxır? Su havaya hansı formada qalxır? Biz bunu suyun dövranını keçəndə keçmişdik. Yağış yağır, yer hər yan su olur, sonra günəş həmin suyu isidir, suyu buxarlandıraraq tezdən qaldırır yuxarı. Tezdən yenə həmin su yuxarıda yağışa çevrilir, qara çevrilir, tezdən düşür yerə. Sonra yenə günəş onu buxarlandırır, qaldırır göyə. Bu cür su dövr eləyir. İndi su havaya hansı formada qalxır? Sualına cavab buxardır. Buxar formasında qalxır. Dolu, qar, yağış formasında tam tərsinə yuxarıdan aşağı düşür. 9-cu sualımız. Aşağıdakilərdən hansı insan üçün xeyirlidir? 8 saatdan az yatmaq. Az miqdarda su içmək. Havaya çıxmamaq. Bax, bunlar ziyanlı deyə. 8 saatdan az yatsaz beynimiz normal işləməyəcək. Az miqdarda su içmək bədənimiz bizim su tələb edir və biz o suyu verməliyik. Necə ki, maşına benzin tökürük ki, maşın işləsin. Bizim bədənimizə də su lazımdır. Yəni, normal su normativimizi içməliyik. Havaya çıxmamaq. Havaya çıxmamaq oksigensiz qalmaq deməkdir. İnsan oksigensiz qalanda demək olar ki, bütün orqanları iflic vəziyyətinə gəlib çıxa bilər. Mütləq şəkildə havaya çıxmaq lazımdır, təmiz hava almaq lazımdır. Şirniyyatdan az istifadə etmək. Bax, xeyirlisi budur. Nə qədər az şirniyyat yesəz, o qədər də sağlamlığınıza xeyir dəyər. 10-cu sualımız. Xəstələnməmək üçün necə geyinmək lazımdır? Qalın, nazik, havaya uyğun, gözəl. Əgər qışdısa, qalın giyinik. Yaydısa, nazik. Toya, qonalığa gediriksə, gözəl giyinik. Amma bunun da öz iqlim vaxtı var. Havaya uyğun geyinməliyik. Deyə saydım axı. Soyuqdursa, qalın giyinin. İstidirsə, nazik giyinin. Əgər toy bayrama falan gediriksə, ən gözəl paltarlarınızı giyinin. Bunlar hamısı hava və şəraitə uyğun olaraq geyinilir. Ona görə də cavab havaya uyğun. Deməli, hamı xəstələnməmək üçün havaya uyğun geyinmək lazımdır. Məntiqə keçirik. Verib bizə 9, 7, 3 olub 13. 8, 4, 1 olub 11, 7, 6, 3 neçə olacaq? 9 ilə 7-ni toplayanda eləyir 16. 16-dan 3'ü çıxanda eləyir 13. 8 ilə 4'ü toplayanda 12. 12'dən 1'i çıxanda 11. 7 ilə 6'nı toplayırıq 13. 13'dən 3 çıxırıq, cavab eləyir 10. Abənd. İkinci sual. 213 olub 33, 437 olub 77, 814 olub 94, 348 neçə olacaq? Deməli, buradakı məntiq nədir uşaqlar? Birinci ilə ikincini bir götürürük, 2 ilə 1'i toplayırıq, 3, ikinci də olduğu kimi qalır. Baxın. 4 ilə 3'ün cəmi 7, 7 də olduğu kimi qaldı 7. 8 ilə 1'in cəmi 9, 4 olduğu kimi qaldı 4. 3 ilə 4'ün cəmi 7, 8 də olduğu kimi qaldı, alınır 78. 2 də abənd. 52 olub 7, 38 olub 11. Avtomatik buradan görürük ki, burada toplamadır. 5'in üstünə 2, 7, 3'ün üstünə 8, 11. 73 olub 4. Burada da çıxmadı. 7 çıx 3, 4, 8 çıx 2, 6. İndi əvvəlcə bunu toplayırıq. 3'ün üstünə 9, 12. 5'dən 1 çıxırıq, 4. Və onları nə etməliyik? Toplamalıyıq. 12'nin üstünə 4 eləyir 16. Cavab D bəndi.
1, 2, 4, 7 sual. 1 olub 2. Nə qədər artdı? 1. 2 olub 4. Nə qədər artdı? 2. 4 olub 7. Nə qədər artdı? 3. İndi baxın, üstə 1, üstə 2, üstə 3. Onda burada olacaq üstə 4. 7-nin üstünə də 4 eləyir 11. Beşinci sualımız. Mən 123'dür. Deməli, bax, 1, 2, 3. Mən 123'dür, yəni M 1'dir, Ə 2'dir, 3 N'dir. Siz neçə olacaq? Baxın, burada olan hərflər sizdə yoxdur, düzdür? Deməli, burada sizdə 1, 2, 3 ola bilməz. Bax, 721 ola bilməz. Burada 3 var, ola bilməz. Burada da 3 var, ola bilməz. 4, 5, 6. Heç biri 1, 2, 3 deyil ki. Deməli, sizin hərfləri də bu ola bilər. 4, 5, 6. Bir daha izah edirəm uşaqlar. Mən sözündə 1, 2, 3'dür. Yəni, M 1'dir, Ə 2'dir, N 3'dür. A-nı niyə sildik? Çünki burada Ə ilə N var. Amma bizə hansı söz lazımdır? Siz sözü. 3 nədir? N. Siz sözü N ilə bitmiş, düzdürmü? N ilə başlamır və yaxud da ki, Ə ilə bitmir. Ona görə biz burada 456'ını götürdük. Təkrarlanmayan hərflərlə, rəqəmlərlə tapdıq. 6-cı sualımız. 6, 9, 2, 11 olub. Bağışlayın. 6-cı sualımız. 9, 4, 2, 11 olub. 8, 7, 4, 11 olub. 6, 4, 1 neçə olacaq? Deyək ki, 9 ilə 4'ü toplasaq 13, ikisini çıxsaq 11. Alınır. 8'in üstünə 7, 15, 4'ün çıxsaq 11. Elə məntiqimiz onda budur. Birinci ilə ikincini toplayırıq. Üçüncünü çıxırıq. 8'in üstünə 7, 15, çıx 4, 11. İndi 6'ın üstünə 4, 10, 10 çıx 1, eləyir 9. Cavab A bəndi. $84 olub 12, 96 olub 15, 21 olub 3, 17 neçə olacaq? Bu 84 yox, 8-dən 4'dür. Verilən rəqəmləri toplayırıq. 8'in üstünə 4, 12. 9'un üstünə 6, 15. 2'nin üstünə 1, 3. 1'in üstünə 7, eləyir 8. Əlinin, Kənanın və Ramilin qələmləri fərqli rəngdədir. Deməli, 3 nəfər var. Əli, Kənan, Ramil. Qələmlər sarı, göy, qırmızıdır. Əlinin qələmi sarı deyil. Əvvəlcə bura keçməmişdən qabaq. Yazaq. Bu Əli, bu Kənan, bu Ramil. Sarı rəng, göy rəng, qırmızı rəng. Deyir ki, əlinin qələmi sarı deyil. Əli sarı deyil. Deməli, əlinin qələmi sarı deyilsə, ya göydür, ya qırmızı. Əlidə qaldı ya göy, ya qırmızı. Kənanın qələmi qırmızı rəngdədir. Kənanın qələmi qırmızı rəngdədirsə, və yaxud Əliyə nə yazmışdıq? Göy ilə qırmızı. Orada qırmızını silirik, onda Əlidə də olur göy. İndi, Əlidə göy, Kənanda qırmızı, onda Ramilə hansı rəng düşür? Sarı. O da var D bəndində. Tərəzi. AB 1C'yə bərabərdir. Həmçinin AB D'yə bərabərdir. İndi baxın, AB həm C'yə bərabərdir. AB həm D'yə bərabərdir. Əgər mən buradan AB-ni götürüb yerini C yazsam, onda burada nə alınır? C bərabərdir D'yə. O da var A bəndində. 10-cu və sonuncu sualımız. 2 ulduz 10 eləyib. Hansı ədədin 2 qatı 10'dur? 5'in. Deməli, ulduz neçədir? 5. 5'in üstünə neçə gəlsək 9 eləyər? 4. Deməli, dairə sarı yumru olur 4. Bugünkü dərsimiz bu qədər. Kim hansı dərsə başa düşməsə, şərh bölməsində qeyd eləsin.